Assalamu alaikum əziz dostlar. Bugün bizim ikinci Zəyəm çaylağı deyək. Çaylağın ağız hissəsinə buradan yol açmaq istəyirik yuxarı. Maşın getmək üçün sağ olsun. Bizim bələdiyyəmizə müraciətə sağ olsun. Nə vaxt demişiksə biz vətəndaşın sözünü bunlar yerə salmayıblar. Sağ olsunlar. Yəni ki müraciət elədik ki belə zibil töküblər. Burada bizim İbrahim dayı da buradadır. Bələdiyyənin mavini Seyfullah qardaş da buradadır. Ayıb işte. Hamına nə əncam eləmə olar, mən qardaşım, nə arım olar, bir kənd qardaşı kimi nə arım olar, nə məsləhət görürsün? Belə yaxşı, kənd cəmaatı müraciət edeyim bir dənə. Aha. Axşamınız xeyir, hörmətli Muxaq kənd cəmaatı. Muxaq Bələdiyyəsi adından növbəti dəfə sizə müraciət edirik. Yəni, çay kənarlarına, əhalinin sıx yaşayış ərazilərində Yoldur da, bu Zəyəm yoludur. Muxaqla Zəyəm arasındakı çayın deməli sahilidir. Ay sağ ol. Bura belə zibil tökmək olmaz. Deməli, biz məcburiyyət qarşılıq alıb, bura zibil tökən adamları deməli, gəlməyimizin təmin edəcəyik. Belə bir halın baş verməsi yol verilməzdir. Növbəti dəfə sizə müraciət edirik. Şimdi buradakı tullantılar hər bir kəs öz həyətində zibil quyusu qayırıb yandırası, məhv eləsi zibillərdir. Belə bir qabarit zibillər yoxdur burada. Yəni binada yaşamırıq da biz. Hamısına həyəti var. Bəli. Bu hər kəsin həyatında belə zibil quyuları qazmaq, belə yəni ki, qabarit yüklər deyil bunlar. Bunlar xırda yəni çıxıntılardır. Bunları yandırmaq, bunları həyatda məhv etmək olar. Yolun ətrafı da bir də təmiz zibildir. Baxsana. Orada da it daşıyır, torpaq yerlərini daşıyır. İti ağzında aparır, heyvandır da. Bu tamam üfunətdir, bu tamam xəstəlikdir. Bu difteriyadır, bu dizenteriyadır. Gəlin, sizə hamımıza müraciət edirik. Gəlin öz sağlamlığımızı, balalarımızın, qocalarımızın sağlamlığını qoruyalım. Gəlin biz təbiəti qoruyalım, təbiətə hörmətlə yanaşalım. Allahın bizə bəxş etdiyi belə gözəl təbiəti qoruyalım. Bir daha sizə müraciət edirik. İbrahim dayı sağ ol, sözümüzü yerə salmayıb gəldiniz, var olun. Bələdiyyə maşallah həmişə öz fəaliyyətində sağ olsun. Bələdiyyənin fəaliyyəti cəmaatın ödədiyi vergilərlə formalaşır. İqtisadi baxımdan dövlət tərəfindən bələdiyyələrə heç bir manat yəni vəsait daxil olmur. Ona görə də bələdiyyə insanlarla mütəmadi işləməyə hazırdır. Cəmaatdan da xahişimiz, müraciətimiz odur ki, vergiləri vaxtı-vaxtında ödeyin, əmlak vergilərini, torpaq vergilərini, uzun müddətli icari vergilərini, qalan bələdiyyə aid nə problemlər varsa vaxtında həll etməyə, vaxtında yəni təsir göstərməyə çalışırıq. Sağ olun, sağ olun. Elminə də təşəkkürümüzü bildir. Sağ olsun Elmin də. Təbii ki. Sağ olsun. Bizim burada gördüyümüz işdə hamısı Muxaq Bələdiyyəsinin sədrinin bilavasitə tapşırığı ilə və yaxud da ki, bələdiyyə şurasının, bələdiyyə üzvlərinin şartı qərarlarla bu işdə həyata keçirilir. Sağ olun İbrahim dayı, çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olsun Niyamətli qardaşımız da işləyir. Sağ olsun, var olsun. Allah razı olsun Niyamətlindən də. İnşallah buranın quyunu qazıb elə ki, bura bet bastırasıyıq Allahın izni ilə. Dostlar, çayın içinə hamı da axıb gidir çayın içinə. Özümüzün çayın içinə aynadır. Nə gündür buralar. Buradan da yol açılasıdır yuxarı. İnşallah Qarol üstü yol. Xahiş edirəm, burada yol olacaq. Bura tökməyin, xahiş olunur. Daha bura zibil xahiş edirəm tökülməsin. Buradan bizim qoruqlarımıza, bura it ağzında daşıyır, torbalar, nə bilim pampers cırıb dağıtır. Deyir, təmizlik də deyir, imanın yarısıdır. Xahiş edirəm, bunu eləməyəm. Sağ olun. Maşallah, yaxşı ki, təmizləndi maşallah. Allah razı olsun. Sağ olsunlar. Gözəl təmizlədilər. Niyamətlindən də Allah razı olsun. Əməli əziyyət çəkdi qardaş. Yaxşı göçək təmiz olsun, maşallah olsun. İbrahim dayı sağ olun, Allah razı olsun sizdən. İnşallah daha tökməzlər, öldü mü? Növbəti dəfə biz də cəmaata yenə müraciət edirik. Sizin gördüyünüz kimi əvvəlki vəziyyətdən indiki vəziyyəti bir baxış keçiririk. Yəni ümid edirik ki, daha bundan sonra bura zibil tökülməsi dayandırılar. İnşallah. Bir daha sağ olun. Sağ ol İbrahim dayı, çox sağ olun, var olun. Elmin qardaşı da Allah razı olsun, bələdiyyə sədrindən sağ olun.